Tovuz şəhərində ağacların qanunsuz kəsilməsi ilə bağlı sosial şəbəkələrdə videolar yayılıb. Görüntülərdə ağacların kəsilərək başqa əraziyə aparıldığı görünür. Deyilənlərin nə dərəcədə doğru olduğunu öyrənmək üçün sözü gedən ünvana üz tutduq. Tovuzda ağacların qanunsuz olaraq kəsildiyi iddia olunan video hazırda dayandığım ərazidə Tovuz şəhəri Heydər Əliyev prospekti bina 1 ünvanının həyətində qeydə alınıb. Sakinlər tərəfindən ağacların kəsilməsinə fərqli səbəblər göstərilir. Həmin ünvanda yaşayan sakinlərin sözlərinə görə ağaclar güclü küləkdən sonra yıxılıb. Nəticədə digər ağaclar da yararsız hala düşüb. Ağac qırılmışdı bir 10 gün bundan qabaq. O da elə oldu ki, ağac özü sındı. Sındı düşdü yerə də ağaclar. Budaqlar düşdü yerə. Ağac bir tərəfində qalmışdı. O qəza keçirə bilərdi də, cəmaatın üstə düşərdi, maşınların üstə düşərdi, uşağın üstə düşərdi. Bu ağaçların qırılmağı külək möhkəm əsdi gecə ilə. Ağaçları açdı. Tut ağacı da çürük idi, çürümüş vəziyyətdə idi. Tovuz rayon icra hakimiyyətindən isə məsələ ilə bağlı bildirildi ki, güclü külək nəticəsində ərazidə olan ağaclardan biri qırılaraq digər ağacların üzərinə düşüb və onları da sındırıb. Ərazidə hadisədən sonra təmizlik işləri aparılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan isə qeyd edildi ki, Tovuz rayonunda ağacların kəsilməsi faktı üzrə prosessual araşdırma aparılır. Araşdırmanın nəticələrindən asılı olaraq hüquqi tədbirlər görüləcək. Cümşüd Məmmədov, Kəmal Əli Muradova, Xəzər xəbər.